İkinci hissədən sizləri salamlayıram, mən şəxsiniz Heydər Hüseynli. İlk hissədə Flagman komandasının 1-0 hesablı üstünlüyü var. Maçda artıq ikinci hissənin start fiti səsləndirildi. Bir daha iki komandalar uğurlar arzulayırıq növbəti hissədə. Emir Fərəzli sağ sınaqda Osman Fəliyev sürət hesabına bir rəqibini atladır. Ötürmə gəlir. Zərbə indirilir. Son anda uzaqlaşdırırlar. Gün zərbəsi yerinə yetiriləcək. Əkrəm Kərimov topun gerisindədir. İçəriyə doğru bir ötürmə gəlir. Toxunuş yoxdur. Outlamasya Baku. Fərəzli uzaqdan qüvvətli zərbə və əllə müdaxilə var. Hakim bildirir, hakim gözündən yayınmır. Kifayət qədər təhlükəli nöqtədir. Əkrəm Kərimov topun gerisinə keçir. Gəlir Əkrəmin zərbəsi, gol! Dubul gəlir Əkrəm Kərimovdan. Özünün və komandasının ikinci qoluna imza ataraq rəqiblərini ikinci dəfə meydana mərkəzinə dəvət edir. Cərimə zərbəsindən də fərqlənir Əkrəm Kərimov. Flagman 2, Lamasya Baku 0. Elmir Fərəzli 2 nəfərin atəsindən sıyrılır, 3-cü rəqibində keçir. Ötürmə gəlir. Uzaqlaşdırdı müdafiəçilər. Osman. Ötürməyə toxunuş edən yox. Uzaqdan zərbə indirilir. Golkiperin tam üzərinə gəlir top. Üçün şansı Əkrəm Kərimov top meydanı saxlaya bilmədi. Mustafalı qarşıladı. Yusuf Əzimkar mübarizə aparır. 3 nəfərin atəsindədir, out qazandırır komandası üçün. Darət akrobatik şəkildə uzaqlaşdırır. Ədalət, İmam Məhmədli, Yusif və out.
Mustafalı. Osman Fəliyev bir rəqibini altladır. Və son toxunuş Osmanın özündən nə olur? Outlaması Baku. Əşrəm. Osman. Cümə gəlir içəriyə doğru. İmran Məhmədli. Top ayağına oturmadı. Gözəl hərəkətlər Yusuf Mustafalıdan və artıq 3-cü rəqibini keçməyə cəhdi uğursuzlanır. Osman qapıya doğru zərbə, qapı dirəyindən top geri dönür. Tabir ötürmə içəriyə doğru. Goalkeeper topun ardından gəlib ardından getdiyini heç hiss edə bilmədi. O qədər qüvvətli zərbə indirdi ki. Yusuf. Müdafiəçilər uzaqlaşdırır. Ədalət. Uzaqdan uzaq 9-luğa zərbə indirir goalkeeper. Çətinliklə də olsa dəf edir. Yeni Ədalət. Ötürməsi keçmədi. Osman Fəliyev top yandan silkələyir bu ötürmədən sonra. Sağ Cərqanla lakin qeyri-dəqiq ötürüm olur. Yusuf. Pressing nəticəsində top qazanır. Solsuna ötürmə Əşrəm Kərimov. Özündən bir qədər irəliyə atır topu. İmran Məhmədli. Ədalət Hacızadə pressinglə topu qazandırır. Öz üçün gözəl hərəkətlər Ədalət Hacızadə və qayda pozuntusu ilə qarşı salınır. Məsələ özü. Komandanın 4 nömrəsi Ədalət Hacızadə standart vəziyyəti yerinə yetirəcək. Onun üçün məsafə fərqi yoxdur. Kifayət qədər qüvvətli zərbələr malik oyunçulardandır. Fit gəlir, Ədalət yaxınlaşır, zərbə indirir goalkeeper. Çətinliklə də olsa dəf edir. Yenidən Ədalət. Cümə Yusuf. Top meydanı tərk edir. Outlamasya Baku. Elmir. Altı kazandırır.
Əkrəm Kərimov. Yaxın küncə sərbə yenə də qeyri-dəqiq olur. Artıq ikinci hissədə, əsas 57-ci hissədə 10 dəqiqəni geridə qoymuşuq. Hesab isə Flaqman komandasına 2-0 lehinədir. Lamasya Baku komandası üzərində. Rafael Palovmanov top meydana daxil edir. Yanında Yusuf Mustafalı. Ədalət. Qayda pozulsa belə ona qarşı tamam elətdir mübarizəni. İmran. Yox. Ədalət. Zərbəsinə blok qoyulur. Zərbə o qədər qüvvətli idi ki, artıq rəqibini də zədələyir Ədalət Hacızadə. Ədalət. Qapıya doğru zərbə, mükəmməl gol! Raket göndərir qapıya, nəhayət ki, istəyinə nail olur Ədalət Hacızadə. Məhz elə bu şərhi bir daha xatırladacağım. Qalkiper divar olsa belə bu raketlə yararam o divarı deyir Ədalət. Tam üzərinə indirən zərbə o qədər qüvvətli idi ki, qapçı qarşısına ala bilmədi bu zərbənin. Hesab fərqini 3 topa qaldırır komandanın 14 nömrəsi. İmran. Yusuf. Ədalət. Gözəl hərəkətlər Ədalətdən. Elmir. Qapçı. Daha bir zərbə blok qoyulur. Ədalət. Zərbə indirir. Gol! 2 gol. Ədalət Hacızadədən dubul gəlir. Əkrəm Kərimovdan heç geri qalmır. Əlimizdə və ayağımızdadır. O qollardan biz də vurarıq, həm də müdafiəçi olaraq. Rəqiblərinin qapısından 4-cü topu keçirdir. Özünün ikinci komandasını isə 4-cü qoluna imza ataraq 4-cü dəfə rəqiblərini meydan mərkəzinə dəvət edir Ədalət Hacızadə. İmran bir rəqibini aldadır. Əkrəm Kərimov qeyri-dəqiq zərbə indirdi yaxın küncə. Elmir. Yerdə uzaq küncə indirilmiş zərbədə dəqiqliyi çatmalı. Rafael Palovmanov riskli, lakin inamlı hərəkətdə. Diagonal ötürməsi olsun İmran Məhmədli. Topu meydana saxlaya bilmədi.
Yusif. Out. Fərəzlinin zərbəsi gol. 5-0. Artıq böyük hesablı qalibiyyətə doğru əmin addımlarla irəliləyir flaqmanlılar. İlk sənə 1 gol, ikinci hissə isə 4 golla fərqlənirlər. Məhəmməd Rəhimli Ədalət Hacızadə yaxın küncə zərbəsi qalır. Kiper təhv edir. Künc zərbəsi yerinə yetiriləcək flaqmanlılar tərəfindən. Dönəkədir. Fərəzli zərbəsinə bloq qoyuldu. İmran. Davir out. Ədalət tək toxunuşda ötürmə. Yusuf Mustafalı. Elmirin zərbəsi son toxunuş. Məhəmməd Rəhimlidən olur, lakin top çərçivəyə doğru yönlənmir. Yaxın küncə endirilmiş zərbə. Kiper imkan vermədi. Osman Fəliyev. Ötürmə gəlir Məhəmməd Rəhimli. Bir qədər geridə oynuyor. Ədalət. Osman. Gözəl hərəkətlər Osman Fəliyevdən. Sürəti hesabını artıq 3 rəqimini geridə qoydu. İçəriyə doğru ötürmə Məhəmməd. Aşırılmaz zərbə. Qapıya yönlənmir. Top meydanı tərk edib bildirir hakim artıq. Yusif. Ədalət. Gözəl hərəkətlər Ədalət Hacızadə. İmran Məhəmməddən top meydanı tərk edib. Osman Fəliyev sürətli və texnikalı oyuncudur. Ədalət Hacızadə daha bir raket gəlir. Xittirikini imza atır Ədalət Hacızadə. 6-0 özünün 3-cü. Komandasının isə 6-cı qoluna imza atır artıq. Sözsüz maçın qəhrəmanıdır. Flaqman komandasının 14 nömrəsi müdafiəçi olaraq 3 qola imza atmaq ələm iş deyil. Bugün Lamasya komandasının qapısını raketlə darmadağın edir Ədalət Hacızadə. Ümumən desək flaqmanlılar Lamasya qalasını raketlərlə, toplarla darmadağın edirlər. Deyəsən Ədalət Hacızadə poker istəyir, doymur qollara. Topun gerisindədir. Yaxınlaşır Ədalət. Blok qoydular zərbəsinə. Yenə də akrobatik şəkildə uzaqlaşdırır. Və beləliklə 6-0'lıq 7-0'lıq böyük hesablı qalibiyyətə sevinən tərəf olur flaqman komandası. Biz də reportajımızı sona çatdırırıq. Sizinlə mən idim şəxsiniz Heydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.